Salam şagirdlər, bugün sizinlə Gülnara Mudavanın narıncı test kitabından Prepositions, yəni söz önləri mövzusuna baxırıq. Birinci sualda Students have to take exams to enter prestigious schools. Nöqtələrdən qabaq görürük ki, burada enter sözü var. Enter daxil olmaq. Elə bir feildir ki, özündən sonra heç bir söz önü istəmir. Yəni enterdən sonra olacaq boşluq. Düzgün cavab D variantı. İkinci sualda Our school is supplied modern technology today. Bizim məktəbimiz bugün müasir texnologiya ilə supply təchiz olunub. Baxın, təchiz olunub nə ilə? Müasir texnologiya ilə. İlə dediyimiz üçün supply with ilə olacaq. A variantı doğrudur. Üçüncü sualda Education in public schools is free charge. Deməli, ictimai məktəblərdə təhsil pulsuzdur. Baxın, bu da ifadəmizdir bizim. Free of charge, yəni pulsuz mənasını verir. Free of charge, of sözünü ilə işlənəcək. Dördüncü sualda We have to attend online lessons. Biz online dərslərdə iştirak etməliyik. Attend də həmçinin enter kimi bir feildir ki, attenddən sonra da söz önü işlənmir. Yəni doğru cavab Y variantı olacaq. Beşinci sualda Our company deals cars and car designing. Deal məşğul olmaqdır. Yəni maşın və maşın dizaynla məşğuldur bizim şirkətimiz. Deal da təbii ki ilə olacaq. Nə ilə məşğuldur? Deal with. Altıncı sualda People should always think their future plans. İnsanlar hər zaman belə deyək, özlərinin gələcək planları haqqında düşünməlidirlər. Baxın, elə haqqında deyirik. Think, düşünmək. Think about, haqqında düşünmək. D variantı doğru cavabdır. 7-ci sualda Are you interested? Bunu to be ifadələrdən bilirik ki, to be interested in olacaq. Burada cavab B variantı. 8-ci sualda By email you can get. Bu da ifadəmizdir bizim. Əzbər yadda saxlamalıyıq ki, get in touch, yəni əlaqədə olmaq. Anybody, hər hansı bir insanla, yəni hər hansı bir insan ilə deyiriksə, burada da yazmalıyıq biz with. Get in touch with anybody. Get in touch with somebody. Kimlənsə əlaqədə olmaq, hər hansı biri ilə əlaqədə olmaq. İfadə olaraq, yəni yadımızda qalmalıdır. To get in touch with. 9-cu sualda Why do you look so tired? Niyə sən çox yorğun görünürsən? Baxın, look elə görünmək deməkdir. Yəni lookdan sonra düzdür ifadələrimiz var bizim. Məsələn, look like oxşamaq, look after qayğısına qalmaq, look for axtarmaq. Lakin görünmək dediyimiz üçün elə look olaraq qalacaq. Yəni bura heç bir sözün lazım deyil. 10-cu sualda Nigar looks her mother. Burada Nigar anasına biz deyə bilərik ki, oxşuyur. Anasına oxşuyur. Look like oxşamaqdır. Və yaxud da look after qayğısına qalmaq. Yəni Nigar anasına baxır. Anasının qayğısına qalır. Və yaxud da anasına oxşuyur. 2 və 3 Y variantı doğru cavablar olacaq. 11-ci sualda I have lost my wedding ring and now I'm looking it. Aha, mən itirmişəm, belə deyək, üzüyümü, toy üzüyümü itirmişəm. Və indi mən onu axtarıram olacaq təbii ki. İtirmişəm və axtarıram. Looking for, axtarmaq. 12-ci sualda I'll look this word in the encyclopedia. Aha, ensiklopediyada, yəni lüğətdə mən bu sözü axtaracam. Lüğətdə söz axtarmaq look up olaraq gedir. Biz nəyisə axtarmaq desək, hər hansı bir yerdə, bu olacaq look for axtarmaq. Amma sırf lüğətdə axtarmaq isə look up-la deyilir. A variantı burada doğru cavabdır. 13-də Most young students study hard to prepare their entrance exams. Çoxlu gənc şagirdlər çox çalışırlar, çox oxuyurlar ki, giriş imtahanına hazırlaşsınlar. Prepare özündən sonra for-la işlənir. Yəni prepare hazırlaşmaq nə üçün? For
exam, imtahan üçün. 14-cü sualda the teacher was angry us because we were late. Müəllimə bizə əsəbləşmişdi çünki biz gecikmişdik. Deməli, angry özündən sonra with ilə işlənir. Angry with us bizə əsəbləşmişdi. 15-ci sualda your project doesn't differ ours. Differ da əzbər söz önləridir ki, bunlar differ from olur. Yəni, nədənsə fərqlənmək. Bizim layihəmiz, daha doğrusu sizin layihəniz bizimkindən fərqlənmir. Differ from. 16-da we should take care stray animals in cold weather. Biz deməli küçə heyvanlarının soyuq havada qayğısına qalmalıyıq. Take care of olacaq bu da. Burada, yəni belə deyim də, sırf əzbər ifadələrdir ki, söz önlərində, yəni bu cür nə işlənir bunlar? Əzbər şəkildə yadda saxlanılmalıdır. To take care of qayğısına qalmaq. 17-ci sualda journalist visit Azerbaijan school named Heydar Aliyev. Jurnalistlər Azərbaycan məktəbini ziyarət etdilər Heydər Əliyev adına olan. Heydər Əliyev adına olan, yəni Heydər Əliyevin adına adlandırılan name after deməkdir. Adını olmaq, adını qoymaq. Bu ifadəmiz olacaq name after. 18-ci suala baxırıq. Water consists one oxygen atom with two hydrogen. Consist görürüksə əgər, consist-dən sonra təbii ki of olacaq. Consist of ibarət olmaq. Su bir oksigen atomundan və iki hidrogendən ibarətdir. Consist of. Yəni ifadə olaraq bu cürlə yadda saxlamalısınız ki, consist of-la işlənir. 19-da your success depend your hard work. Sənin uğurun asılıdır sənin çox çalışmağından. Depend də özündən sonra depend on-la işlənəcək, asılı olmaq. 20-ci sualda our school is equipped advanced technology. Bizim məktəbimiz yüksək texnologiya ilə təchiz olunub. Baxın, yüksək texnologiya ilə deyiriksə, olacaq equip with. Equip with nə iləsə təchiz olunmaq deməkdir. 21-ci sual Murad works BBC Washington DC Bureau. Deməli, baxırıq ki, Murad işləyir deməli BBC-də. Work işləmək. BBC üçün işləyir deyiriksə, work for olacaq. Work for nə üçünsə çalışmaq. Yəni çalışdığı qurumun, şirkətin, yerin adını deyirsə, work for olacaq. 22-də I am grateful your support. Mən minnətdaram sənin köməyin üçün, sənin dəstəyin üçün. Grateful for və yaxud da grateful to-la da işlənə bilir. Lakin məna fərqi var burada. Əgər şəxsi bildirirsə grateful to, deyə bilərəm ki, mən ailəmə minnətdaram. I am grateful to my family. Yəni şəxs olduqda burada to-nu işlədirik. Lakin edilən bir iş olduqda isə for-dan istifadə edirik. Burada olduğu kimi, yəni dəstəyin üçün for your support olacaq. 23-də Nigar is grateful Murad. Aha, baxın bu elə dediyim grateful minnətdar olmaq və Murad şəxs gəlib. Ona görə burada olacaq grateful to Murad. Murada minnətdardır. 24. This topic deal sözünü biz əslində bayaq dedik. Deal with-lə işlənəcək. Deal with the main problems of today's world. Deal with nə ilənsə məşğul olmaq. Bu mövzu dünyanın bugünkü problemləri ilə məşğul olur. 25. We're looking forward. Looking forward özündən sonra təbii ki davamı olaraq to olacaq. Looking forward to səbirsizliklə gözləmək. Biz imtahan nəticələrimizi səbirsizliklə gözləyirik. Yəni looking forward özündən sonra to ilə işlənəcək. 26-da nöqtələrdən sonra biz danger sözünü görürük və təbii ki danger of, in danger of ifadəsidir. Təhlükə altında olmaq, yəni digər variantlar
Yəni heç cürə bura uyğun gəlmir. Danger'ın qabağında yalnızca in danger of olacaq. 27-də scientists are searching a mirror universe. Searching axtarmaqdır. Searching for-la işlənəcək. Search for nə isə axtarmaq. Deməli belə deyək də güzgü kainatını axtarır. Search for. Necə looking for deyirik axtarmaq. Burada da searching for elə axtarmaq sinonimdirlər. 28-də proud var, baxın. Proud of-la işlənəcək təbii ki. Proud of fəxr etmək. We are proud of our soldiers. Biz əsgərlərimizdən fəxr edirik. 29-da Amir was punished telling a lie to his parents. Punish cəzalandırmaq. Was punished cəzalandırıldı. Nə üçün? Valideynlərinə yalan dediyi üçün. For telling a lie to his parents. 30-cu sual. The politicians are thinking a solution. Siyasətçilər düşünürlər. Həll yolu haqqında deyə bilərik. Baxın, think-dən sonra think about ola bilər. Nəyisə haqqında düşünmək və yaxud da think of. About və of think feilindən sonra işlənə bilər. About olmadığı üçün burada of yazırıq.